İngilis rəssamı John Everett Miller'in çəkdiyi fidye tablosunda cəngavər qızlarını qaçırmış alçaqlara bir ovuc mücəvvər və pul torbasını verir. Qızlar atalarını qucaqlayıblar. Lakin qaçıranlardan biri uşaqların bir əlini buraxmayıb. Ələ salırmış kimi cəngavərə baxır. Deyəsən övladlarının azadlığı üçün gətirdiyi azlıq edib. Onlar yenə nəsə tələb edirlər. Atanın yanında olan gənc adam qohum və ya oğludur. O əlini cibinə salır ki, istənilən məbləği hazırlasın. Cəngavərin gözlərində qəzəb və hiddət var. Əlbəttə, o elə cömərd insandır ki, bu üç alçağa qalib gələ bilər, lakin qızlara görə risk edə bilmir. Qızlardan birinin gözündə qorxu yoxdur. Hətta o, qaçıranın ayağını belə ayağı ilə basır. Üç alçağın yanında bir it də var. Köpək mehriban gözlərlə qızlara baxır. Yəqin onları sevibmiş. Sizcə, bu görüşün sonu necə bitəcək?